Salam əziz izləyicilər. Növbəti videomda Allahın dini haqqında danışacağım. Allahın dini yəni Allahın qanunları. Bu qanunlardan kənara çıxmaq qanun pozuntusudur və əzabı var bunların. Allahın kitabına tabi olanlara Allahın salamı olsun. Sizləri və özümü ilahi təqvaya dəvət edirəm. Bu mübarək ayda müsəlmanları birliyə dəvət edirəm. Əgər müsəlmanlar bir olsaydı, təriqətlərə ayrılmasaydı, dünyada 1 milyard yarım müsəlman var. Əgər bunlar bir olsaydı, İsrail Fələstinə heç bir dənə güllə də ata bilməzdi. Nəinki raket. Yəni bizi biri sünni, biri şiyə, sələfi, nə bilim şafi, maliki, hərə bir həmbəli ad qoyub bir-biri ilə müsəlmanlar bir-birinin qanına susayıblar. İndi qala ki bir-biri ilə birləşələr. Amma Allah Quran-ı Kərimdə Ali-İmran surəsində buyurur ki, Allahın ipindən möhkəm yapışın. Firqələrə ayrılmayın. Allahın ipi də Qurandır hal-hazırda. Yəni Peyğəmbər, Allahın Rəsulu hal-hazırda dünyada yoxdur, amma Rəsul Allahın kitabı aramızdadır. Çünki bu Allahın sözləridir. Olduğu kimi də Allah, ona görə Hicr surəsinin 9-cu ayəsində Allah deyir ki, mən bu kitabı qoruyacağam, bütün hər şeydən qoruyacağam. Yəni kimsə bu kitaba iman gətirmirsə, nəsə naqislik olmağın fikirləşirsə, deməli o heç müsəlmandır, kafirdir. Allah deyir, mən qoruyacağam. Deməli, imanın şərt haqqında danışacağam. Mövzum odur, deyəcəm inşallah. Biraz konspektdən kənara çıxmışam. Yəni, biraz geniş şəkildə istəyirəm, aydınlıq gətirəm sözümə, başa salmaq istəyirəm. İnşallah ki, qane eləyər mənim sözlərim sizi. Deməli, bugünkü gündə şiyə sünninin alimin qəbul eləmir. Sünni də şiyyənin alimin şirk əhli bilir. Heç adam qəbul eləmir. Yəni, bu formadadır. Yəni, bir-biri ilə tam ziddiyyət. Hələ qaldı ki, o birisi təriqətlər. Amma Allah Teala Quran-ı Kərimdə neçə yerdə deyir ki, firqələrə ayrılmayın. Rum surəsində, başqa ayələrdə Allah Teala buyurur ki, ya Peyğəmbər, dinini parçalayıb firqələrə ayrılanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi sənə qalıb, mənə qalıb. Yəni, bilsən necədir, əziz müsəlmanlar, mehriban olmaq lazımdır, birləşmək lazımdır. Nə bilim, biri əl bağlı qıldı, biri əl açıq qıldı, biri möhürlü qıldı, biri möhürsüz qıldı. Yəni, birinə dəhşətdir, indi birinə, yəni dininə, onun Allah elədiyi ibadətinə qiymət vermək istəyir. Deyir, möhürlü qılırsan, möhürsüz qılırsan. Əl açıq qılırsan, əl bağlı qılırsan. Budur, dəhşətli şəkkiyatın içindədir insanlar. Dəstəmaz alır, nə bilim, əlimi başıma çəkdim, suyu gəldi anlama dəydi. Nə bilim, suyu buradan tök. Nə bilim, krantı açır, sonra sən bağlama. Mənim əlim dəysə, krantda damcı su olar, əlimə dəyər, dəstəmazım batil olar. Ay, bu nə yanaşmadır. Allah Teala deyir ki, mən sizin üçün İslamı seçdim. Sizə yüngüllük olsun deyə. Sizə ağırlıq istəmərəm. Niyə şəklə yaşayırsınız? Bir Allah ki, gör, Allah gör, bir şeyi gör, nə deyir Allah? Deyir, su tapa bilməsən, torpağa əli vur, üzvə çək və əllərin üstünə çək. Bunu istəyir. Yəni, burada şərt yuyunmaq, torpağa batmaq deyir. Burada iman şərti var. Yəni, Allahın dediyinə sən boyun əyətsən, yoxsa əyməyətsən. Tərtibat budur. Deməli, imanın şərtindən danışacağım. Təriqətlərə görə dəyişilir, amma görək Allahın kitabında imanın şərti necədir? Yəni, Allah nə qədər deyir, biz o qədər də qulaq asmalıyıq. Bismillahirrahmanirrahim. Bəqərə surəsinin 285-ci ayəsində inşallah açıb baxarsınız, çoxunuz da bilir. İmanın şərti neçədir? Allah deyir.
Bundan artıq da kim nəsə mən bunu qəbul eləməsəm bu olur. Allah nə edir? Biz o qədər də riayət eləyəcəyik. Bismillah. Peyğəmbər Rəbbi tərəfindən ona nazil edilənə inanmış və möminlər də iman gətirmişlər. Onların hamısı Allaha 1, onun mələklərinə 2, kitablarına 3 və bütün peyğəmbərlərinə 4 iman gətirərək dedilər. Biz onun peyğəmbərləri arasında fərq qoymuruq, eşitdik və itaət etdik. Ey Rəbbimiz, bizi bağışla, sənin dərgahına, huzuruna qayıdacağıq. Bu qədər. Allah Teala imanın şərtin bu qədər deyir. İndi kim hansısa yol axtarırsa, özündən təriqət uydurursa, neyinirsə, da mənim ona sözüm yoxdur. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuh. Sağ olun, var olun.